Salam dostlar. Bu günlərim mən siz o Granny'yə attığım baqalar videosunu niyə sildim o sizlə paylaşacağım. Obşim girdim mən yorumu açıq buraxmamışam. Əmim WhatsApp'dan yazıb ki, sən iş eləmişsən. Demişdin ki, mən yazacağım part, ondan sonra çıxaq qoyacağım. Beğençən bax çıxaq qoyacağım. Sonra birinci ara qoysan, ondan sonra yazarsan part 1. İkincidə çıxaq qoyub yazarsan part 2. Dedim ki, yaxşı girim o dəyişdirim. O yazma yerinə. YouTube'da yəqin ki, basırsınız o silmə beləsən yer var. Oy deyir ki, düzənlə olar. Obşim Türkiye'den dostlarım yazır ki, Türkiye'den dostlarım orada ne? Bir rastlaşırıq oralarda bir. Obşim yazıblar ki, abi yanlış yazmışsın falan. Ben dedim ki, yaxşı gedim dəyişdirim düzenli yerindən. Girmişəm ki, video silmək, o düzenleme yerine. Girdim gördüm ki, yanlışlıkla silme yerine var. Ay bölüm yoktu. Ne demek ya, bölüm yoktu. Gelmişəm təzədən yükləmişəm. Köhnəsi qədər evlə çox izləməyəcək. Olay təqdim bir gündə o neçə dənə izlənmə olmuş. 47 nə 50 dənə. 10 dənə 20 dənə çoxlu izlənmişdi amma 100 dənə bilmirəm, yox. Nə bilim neçə çox izləmişdi biraz. Ne olar? Bir gündə o gətirir çox izləməyədənə. Bilmədim, əlim deyir, yanlışlıqla sildim. Gözümə baxacaq olanlar varsa ağladım deyə, yox ağlamamışam heç. Bölümü sildim. Eskisi qədər izlənməyəcək deyə bir his var içimdə. Ne aradım hiç özüm de bilmirəm. Bölümü sildim. Girdim YouTube'a, gördüm bölüm yoktu. Obşim bölüm təzədən yüklədim. Silinen bölüm video diye tarz attım YouTube'a. Ne ola bir bile izlensin. Çoxlu. Bu da. Dedim ya bu da. Ne olar çok izlensin de bu videoda. Günlerce emek verdiğimiz o Granny bug'lar videosunu sildim. Sırf diye sildim. Birdən-birə görürəm ki, video yoktu. Obşim təzədən yüklədim, elədim. Tabii biraz özümə söz verdim ki, o videonu silməyəcəm. Size söz verirəm ki, dostlar, bir də silməyəcəm. Mən niyə o xətanı elədim? Tabii bugündən belə bir də o videolar silməyəcəm. Obşim video attım 20 dəqiqəlik videoda amma götürmədi. Dedi ki, videon çoxdur arkadaşım. Bu bölümü niye ben sildim ki? Bakın birazdan o diyəcəydim buna. Bak, beləsinə part yazacağım, ondan sonra belə çıxaq qoyacağım, yazacağım 2 bölümdən. Ne olur bir gündə bu gətirək 50 izlənməyə, ondan sonra 100 izlənməyə gətirə bilərik ama. Siz de abone olmağı unutmayın da ne dostlar. Granny'nin de hard modda bitirdim. 20 dəqiqədə. İşıq yanmırdı onda. Atabilmedim. İndi attım. Dedi ki olmaz. Böyle videodu bu. Günlerce emek verdiğim videonu sildim. O kadar çalışmıştım ki o videoda. Niye ben o videonu sildim ya? İndiyse o video şu eskisi kadar izlenmeyecek, eminim o. Başka da izlenebilir, ne bileyim. Bu arada YouTube'a tepede bir video atacağım. Ayrı bir oyun oynayıp atacağım. Ama eğer yeni bir
bir sezonun gəlməsini istəyirsinizsə, təptəzə bir fəslin gəlməsini istəyirsinizsə, təptəzə bir videonun gəlməsini istəyirsinizsə, qarışdırdım. Bu videoya 5 dənə bəyəni atın. 5 dənə bəyəni olsa gələ təptəzə bir iqra yükləyib sizinlə paylaşacağım. Bir də yeni sezonun gəlməsini istəyir, sezonun gəlməsini istəyirsinizsə, bu videoya abunə olmağı unutmayın. Bu videoya 10 bəyəni gəlsə, yeni sezon gələcəkdir. Muhtemelen bu birinci, ikinci sezonum olacaq. Yayızda təptəzə bir video atacağım sizə. Bir də məktəb bağlananda size kitablarımı göstereceğim. Məktəbdə təptəzə. Məktəb bağlananda təptəzə kitablar verirlər ha. Məktəb açsın. Yox, vermirlər, amma məktəb açanda sizə mütləq təptəzə kitablarımı verəcəm. Məktəb bağlanıb təzədən açılandan. Göstereceğim, vereceğim deyirəm də. Ne kadar sevindim ha. Bu arada o video təzə silinen bölümü olarak yükledim. Gidip indi buradan izleyebilirsiniz. Gidip indi kanalımın ana sayfadan bu izini izleyebilirsiniz. Aşağı gidip buradan izleyebilirsiniz. Abone olmayı unutma. Butona bas. Abone butonuna bas. Bir de beğeni butonuna bas. Beğeni butonu bu yüzden. Butonuna bas. Paylaşmak isterseniz paylaş. Yorumda yaz. Yorumda yaz. Yorum çıkan altında da onun. Mümkün dostlar. O videonu yüklədim. Ne olur çoxlu izləyirsiniz. Bilmədim nəni bağışlayın. Üzr istəyirəm. O videonu təzədən bir də yükləməyəcəm. Təzədən bir də yükləyəcəm. Üzr istəyirəm. Yükləmişəm də. Yükləmişəm. O videonu təzədən yüklədim. Ondan sonra o videodan sonra Granny'nin videosu gelecek. Sağ olun.